saytlardır mən atmamışam. 2 dənə sayt. O nömrəli sualda. Deyir ki, 64 dərəcəli mərkəzi bucağa uyğun. Sualı hamı görə bilir. Bəli. Telefonla qoşulanlar telefonunuzu yan çəpə qoyun, düzünə qoymayın. Düz qoysaz görə bilməyəcəksiniz. Yan çəpə qoyun, o cür izləyin dərsi. 64 dərəcəli mərkəzi bucağa uyğun, daxilə çəkilmiş bucağın dərəcə ölçüsünü tapın. Deməli, bu 64 dərəcə mərkəzi bucaqdır. Bizə də deyir ki, daxilə çəkilmiş. Deməli, daxilə çəkilmiş mərkəzin yarısı olacaq. Yəni 32. 11 nömrə də eynən bu cür həll olunur. Mərkəzi bucaqdır və bizdən daxilə çəkilmiş istəyir. Olacaq 28. Getdik. 20-dən 30-a kimi sual. Orada yazmışdı çevrənin neçə diametri ola bilər. Hansı sual? 22, 21. Yuxarıda gördüm. Mən bayaq həll elədiyimizin altında. Tamam, çıxıram yuxarı. Buyur. 12. Deyir, çevrənin neçə diametri var? Uşaqlar, əvvəla bu çevrəni bu cür çəkirik. Biz göstəririk çevrəni belə. Baxın. Bu çevrəni bu cür göstərdim. İndi gəlin bunu mən diametrin çəkimçisi üçün. Bax, bu mərkəzi nöqtədir. O nöqtəsidir. Biz bilirik ki, həndəsədə bir nöqtədən sonsuz sayda düz xəttlər keçirmək olar. Belə keçirdərəm, belə çəkərəm, belə çəkə bilərəm, bu cür çəkərəm. Aydındır. Sonsuz sayda ürəyin nə qədər istəyir çəkə bilərsən. Deməli, indi gəlin bunu diametri tətbiq edək. Bax, bu nöqtədən belə bir diametr çəkdim. Fərid deyir ki, müəllim, mən belə çəkmirəm, mən bu cür çəkirəm diametri. Bəli, bəli. Məsələn, Nəsimi deyir ki, mən belə çəkirəm. Və s. Aydınlı uşaqlar. Və yaxud da Leyla deyir, müəllim, mən belə çəkirəm diametri. Gördünüz nə qədər diametr keçirmək olur. Bəli, müəllim. Deməli, çevrədə sonsuz sayda nə var? Diametr var. Aydınlı Murad? Bəli. 20-dən 30-a kimi sual. Deyəsən sual yoxdur. Var müəllim 24. Yəni 20-nin bunları özü- mən etməmişdim müəllim biz. Bəli, bəli, Fərid. Yadıma gəlir. Bəli, müəllim, bəli. Aysu. Uzunluğu 16 pi olan çevrənin radiusunu tapın. Kim deyər, çevrənin uzunluğunu biz hansı düsturdan hesablayırdıq? 2 pi r. Pierre. 2 pi r tamamilə doğrudur. Yazıram onda L bərabərdir 2 pi r. Müəllim o c deyildi. L da deyə bilərik, C də deyə bilərik. Yəni mən sizə keçən dəfə dedim də müxtəlif kitablarda bəzilərində C yazılır, bəzilərində L yazılır. Uzunluq 16 pi-dir. Yazıram 16 pi. Bərabərdir 2 pi r-ə. L-in yerinə elə bil 16 pi yazdım da. Pi'lər getdi. 16 bərabərdir 2r. 2 neçəyə vursam 16 edər? Təbii ki 8-ə. Deməli, radius 8-dir. Sonra Leyla, biraz suallarını xahiş edirəm tez-tezdir, gübanmayaq. 26 müəllim. 26. Biz dərs izahında bunları işləyəndə orada mən nümunələr çəkmişəm dərsdə. Yəqin ki, siz kaydı izləməmisiniz. Ona görə sizdə bu suallar qalıbdır. Sən izləmişdin Leyla? Müəllim baxıram, mən onu çox çətin gəlir bu mövzu mənə. Onda səndə cəbr yaxşıdır, həndəsə qavraması biraz, həndəs təsəvvürdə çətinlik çəkirsən. Bəli, müəllim çox çətin gəlir mənə həndəsə. Mən də əksinə deyim, həndəsə rahatdır müəllim. Murad, bəs səndə necədir? Məsəl üçün, bax, Fəridlə Leylada fikirlər əks yönəlir. Səndə necədir? Məncə həndəsə biraz daha asandır. O birinə baxanda. Mən burada cavab 50-dir.
Baxıram indi deyəcəm. Nəsimi sənə görə hansıdır? Məncə Nəsimi də Necəyəm həndəsə. müəllim? Həndəsə yoxsa Cəbir? Mənə heç fərqi yoxdur. Aha, Nəsimi üçün fərqi yoxdur. Elmir, bəs sənin üçün? Müəllim Cəbir. Cəbir. Okey. MK qövsünün dərəcə ölçüsü 60 dərəcə olarsa, baxın, bura 60 dərəcədir. Deməli, bunun söykəndiyi MOK bucağı da 60. neçə dərəcə olacaq? 60 dərəcə mərkəzidir. Bizə istəyir MNK-nı. MNK, bax, buranı istəyir. Bura gördüyünüz kimi, uşaqlar, bəli, daxilə çəkilib, qıraqda çəkilib. Onun bir ayağı M-in üzərindədir, bir ayağı K-nın üzərindədir. Yəni, həm o, həm də M bucağı. Hər birinin ayağı, birininki M-də, birininki K-dadır. Ay uşaqlar, deməli, bunların ayaqları lor dilləndiriləndə üst-üstə düşür. Yəni, eyni qövsə söykəniblər. Mərkəzi bucaq deyir ki, MK neçədirsə, mən də o dərəcəni alıram. Amma daxilə çəkilən yarını alır. Yəni, onu İkiyə hamısını bölür verir. yəni. Olacaq 30. Çalışmaq lazımdır. Çətindir, qollarınızı çırmalamalısınız. Vaxtı az qalıb. Hərdən sizi gərək belə ayıltmaq lazımdır. Sonra Bitti müəllim. bitdi müəllim. Yox, yəni qurtardı sağ ol. Hə, o mənimdə deyirsən. Yaxşı, gəlin davam edək uşaqlar suallarla. 28 nömrəli sualı cavablandırsın Murad. Digərlər siz də baxın, yoldaşınız əgər çətinlik çəksə kömək eləyəcəksiniz 28-də. Hamı baxsın Tapdım 28. müəllim. Cavabı demirik. Murad buyur, nəsə deyirdin. Müəllim, Hə. WhatsApp-dan yazın mən sizə. Yaz. Müəllim, mən də sizə WhatsApp-da yazırdım elə. Hə, yazın, mən oradan baxacağam. Hə, Murad buyur. Mən sizə. Mərkəzdə olanda düstur necə idi onu tam yadımdan çıxıb. Bax, Mərkəzdə. indi elədiyimizin eynisi. Tapdım müəllim. Bildim uşaqlar. Baxıram. Hə, eyni onda fərq yoxdursa, yenə də 60 dərəcə olacaqlar. Bəli, əlbəttə. Bax, çünki A bucağının da bir ayağı gəlib B-nin üzərinə çıxır. Murad, bir ayağı C-nin üzərinə çıxır. Düzdürmü? Bu mərkəzi bucağın da bir ayağı B-nin üzərindədir, bir ayağı C-nin üzərində. Deməli, ayaqlar üst-üstə düşür. Bura 120 isə bura olacaq onun yarısı. Bəli. Bas. Bəli. Həbib, adın düşməyib bura. Hardasan ay Həbib? Buradayım müəllim. Can. Ay Həbib, bax görək 29 nömrəli suala. Amma tapa bilirəm cavabı. Hamı işləyir, mənə cavabları atırsınız WhatsApp-da. Uşaqlar, digərlər pasiv qalmayın. Fərid, Müəllim, mən Murad, atmışdım, bunu da digərləri deyərəm. yazın Yəni, mənə olsa WhatsApp. bir yaxşı sual kimi bir şeydir. Neçə müəllim? Bax görsən sual nömrəsini soruş. 29. Olsun. Müəllim, cavabını bilirəm. De, sən de cavabını. Mən səninlə işləyirəm. De. A, 50 dərəcə. Yes, true. Correct variant. Perfect. Məncə Yes. bu 30-a da baxaq. 30 da maraqlıdır. Baxaq. 30 nömrəli sualın kim cavabını bilir WhatsApp-a göndərsin. Məncə 40-dır. Nəsimi? Aldım. Müxtəlif fikirlər səslənir. Müəllim, mən 29-a deyirəm müəllim. Hmm. 29-a deyirsən adı. Hə, bildim Fərid. O heç 29-dan çıxmışıq. Fərid səndə internet 3G ilə işləyir. Keçirdi interneti 5G-yə. 30-dayıq uje. Alfa bucağını tapın deyir uşaqlar. Mən göndərdim müəllim. Leyla göndərib, Murad göndərdi. Yəqin ki, bu 30-un cavablarıdır uşaqlar. Nəsimi, sən də eyni variantda qalırsan? Necə müəllim? Sən də eyni variantda qalırsan? Yəni uşaqlar B-ni yazıb Yəqin göndəriblər. B olar da müəllim. Yəqin B B-yə olarsa. oxşamır özü B-dir məncə. Oxşamır etməli.
Oxşamır amma B-dir. Hissiyat söhbəti. Sonra kimdir orada? Düzgün gəlmir müəllim alfa ilə. Alfa ondan çox belə idi. Bəli. Açıqdı, prosta görəydin nə olur. Körəkdən deyəcəm indi niyəsini. Elmirlə Həbib qalıb. Bir dənə onlar da Məncə burada desinlər. 80 da ola bilər. Mən A deyirəm. A deyirəm. Nəsimi son anda variantını dəyişir. Son anda müəllim variantı dəyişdim, A deyirəm. Son anda. Bir nəfər düzgün cavab göndərdi. Adı müəllim. Yox, A deyil. Deməli, Həbib 360 sayılır bu da. necə Murad? Səsin qırıq. 360 üzərindən götürürük də bunu. Bax, biz keçən dəfə demişdik ki, dörd bucaq. Göndərim. Hə, bildim. Sən göndərdiyin düz deyilmir. Deməli, baxın, əgər bir çevrənin içərisinə dördbucaqlı çəkmişiksə, kimsə burada yazır. Həbib burada yazıb cavabını. Düzdür. Həbib, sən də cavabın düzdür. Deməli, şuna diqqət edin. Bax, əgər biz bir dördbucaqlının xaricinə çevrə çəkmişiksə, Muradın seçdiyi sual elə oldu ki, bir qalmaqal yaratdı. Hamı dəydi bir-birinə. Alfa ilə 40-ın cəmi bərabər olacaq 180-ə. 180. Bu qayda mütləq ödənməlidir. Yadda saxlayın. Əgər bir Çünki qarşılıqlı. Bəli. Əgər uşaqlar yadda saxlayın, dörd bucaqlının xaricinə bir çevrə çəkmişiksə, bax bu dörd bucaqlıdır. 4 dənə bucağı var. Alfa 40. Bura beta bucağı olsun. Burada olsun qamma. Görürsüz 4 dənə bucağı var. Bildim müəllim, başa düşdüm. Bəli, betadan da qamma. Ay müəllim, bəs birdən bunun içinə çəksələr vəziyyət necə olacaq? Uşaqlar içinə çəkəndə vəziyyət ayrı olur ha. Orada tutub bucaqları toplamayasınız imtahanda. Əgər çevrəni bunun içinə çəksələr, onda qarşı tərəflərin cəmi bir-birinə bərabər olur. Tamam mı? Artıq orada bucaq yox, tərəflərin cəmi bir-birinə bərabər olur. Zaten irəliləyən suallarda görəcəksiniz. Tamam. Mənə elə gəlir ki, hamıya aydın oldu. Keçək növbəti suala. Elə belə işləyəcək. Bəli. Cavablar promoy deməyin. Mikrofonu açıq olan şəxslər nəzərdə. Cavablar promoy demək olmaz. WhatsApp deyilən bir sosial şəbəkə var. Oradan göndərin mənə. 31-in Olsun, cavabını müəllim. hamı göndərsin. Burada yazılamayacaq 30-dur uşaqlar yeri gəlmişkən. Buradan görsənməyə bilər. 31 Müəllim, nömrəli tapdım mən cavabı. göndər Nəsimi demə. Cavabı göndər. Nəsimi düzdür. Ah, Elmir düzdür. Leyla düzdür. Fərid düzdür. Həbib düzdür. Düzdür. Əla, hamısı düzdür. Ardıcıl gəldi variantlar özdə. Əla. Məncə 32, 33 artıq məlum məsələlərdir. Bunu artıq bildik. Hə, gəldik qəşəng suala. 34 nömrəli sual. Nə gözəl sualdır, nə qəşəng sualdır bu. 34 nömrəli sual. Deyir ki, mərkəzi O nöqtəsi olan çevrədə ON ilə MN bir-birinə bərabərdir. ON ilə MN bir-birinə bərabərdir. Bunu bizə verir. Yəni, buranın uzunluğu ilə buranın uzunluğu bir-birinə bərabərdir. Onda mən deyirəm ki, ON ilə də ON bir-birinə bərabərdir. Bu sözü mən deyə bilirəm. 60 Tabii. edir, onda mən D variantı. Necə oldu mənim? Aha. ON bərabərdir OM-ə. Baxın bura şəkilə. Yəni şəklin üzərinə baxın. Bax burada ON OM-ə bərabərdir. Bu da MN-dir. Deyir ki, bizə misalın özündə ON ilə MN bir-birinə bərabərdir. Mən də belə xətt qoydum ki, bunlar bir-birinə bərabərdir. Sonra deyirəm ki, bax ON ilə OM burada radiuslar deyil uşaqlar. OM də radiusdur, ON də radiusdur da. Bax onlar da bir-birinə bərabər olmalıdır. Onda mən burada bərabər tərəfli bir üçbucaq alıram. Bərabər tərəfli üçbucağın da biz bilirik ki, bir bucağı alfadırsa, qalanlar da alfa olmalıdır. Bərabər tərəflər qarşısında bərabər bucaqlar durur. Üçbucaqlar keçəndə biləcəksiniz bunu. Ona görə də mən deyirəm ki, burada 3 dənə alfa
Üçbucağın daxili bucaqlarının cəmi 180-i verir uşaqlar. 3 dənə alfa 180-dir. Onda bir də alfanın payına düşən olacaq 60 dərəcə. Düzgün variant D variantı olmuş olacaq. Hamıya aydındır. 35 qəşəng sual deməm. 35'e gelirik ama 34 Aydın kime mı aydın bana? değilse oradan bir reaksiya versin. 34'te kime aydın olmadı. Mənə aydındır müəllim. Başa Aynen. düşmədim. Aydındır. Aydın bak- oldu. Tamam. Onda bakın 35'e. Müəllim Leyla başa düşməyib deyəsən müəllim. Bəs sizdə Bəli, aydın müəllim. aydın olmadı sənə Leyla. Leyla'ya xeyir müəllim. Bax Leyla bura. Oğlanlar kimə aydındır siz 35'e baxın. Mən də Leyla 34'ü izah edeyim. Müəllim, mən 35-in cavabını atdım sizə. Attın hə. Ben de Düzdür. İndi baxın uşaqlar bura. Mərkəzə baxın. Uşaqlar deyərkən Leyla diqqətin məndə olsun. Bildirişlərə telefonundan uzaqlaş, fikri bir də mənə yönəlt. Bax bura. Deyirəm ki, ON, OM-ə bərabərdir. Bura x-dirsə, bura da x-dir. O zaman ON ilə də OM radiuslar olduğundan bir-birinə bərabərdirlər. Başqa sözlə burada bərabər tərəfli bir üçbucaq aldım. Bərabər tərəfli bir üçbucaq aldım. Bərabər tərəfli üçbucaq aldığıma görə də Nəsimə suala diqqət elə, hesablama səhvim var. Bərabər tərəfli üçbucaq Necə olduğuna görə müəllim? sualda hesablama səhvim var, onu düzəlt. Bura alfadırsa, burada alfadır, burada alfadır. Hə, Leyla? Bu 3 dənə alfanın cəmi bizə 180 dərəcəni verməlidir. Onda bir dənə alfanın payına düşən 60-dır. Çünki 60-ın 3 qatı 180 edir. Aydın oldu. Bizə deyir N, O, M-i tap. Yəni bu bucağı istəyir bizdən də alfanı istəyir. Bəli, mən başa düşdüm. Müəllim, 35-də. məndə səhv yoxdur, axı düz gəlmişəm axı. Bir dəqiqə 35-ə mən də baxım. O nöqtəsi A, Variant O, deyil müəllim 55. mən 40 tapmışam. Müəllim, mən birisi necə tapdım? O, B, A-B-ni 70 55 verir. tapdım. Müəllim, onda A-B qövsü 70 olar. Onu müəllim birləşdirsə 180-dan çıxarıq 70-ini, oraya eləyərik 110. 110 da yarısı 55. Buyur. Mən də elə tapmışam müəllim. Cavab 55 eləyir də. Hə, üzr Deyil istəyirəm. müəllim. Sən yazanda D variantı düşüb. Mən onu Y kimi görmüşəm. Hə, Yo, müəllim, deyildi müəllim. Düzdür müəllim? Mən Sorry. başa düşmədim mən. İzah edirəm. Murad, sən bildin necə elədik? 110-dan niyə görə 2-yə böldü, onu tam tuta bilmədim. Tamam, deyirəm. Deməli, 35-i düzgün yazanlar keçin 36-ya. Amma mən sual izah edəndə uşaqlar, müəllim çağırmayın da, çünki ailənin dəyəri bir-birinə. Asta şəkildə WhatsApp-dan variantımızı atın, gözləyin. Mən sizə geri dönüş eləyəcəm. 35-də mərkəzi O nöqtəsi olan çevrədə AOB. Bax, Murad, AOB, Elmir. Bura 70 dərəcədir. Hə, uşaqlar. Və fikir verin, burada indi bucaqlara. Bu üçbucaq almışıq ha. Murad, O, A, B üçbucağı. Bu bərabər yanlı üçbucaqdır, Murad. Hardan bildin bərabər yanlıdır? Çünki bunun yan tərəfləri var ha. O, A ilə O, B. Hə, Elmir. Bunlar bir-birinə Radiusdur. bərabərdir. Sol, radiuslar olduğuna bir-birinə bərabərdir. Onda mən deyirəm ki, bura bucağı alfadırsa, burada alfadır. İndi Murad, biz demədik ki, ya, Üç alfa üçbucağın bərabər 110. daxili bucaqlarını toplasaq, Elmir bir dənə icazə ver, izah edim. Toplasaq 180 olmalı deyil. Bura Hə, qədər aydındır, bunu başa düşdüm. Sol. O zaman Hı. 2 alfa bərabərdir. 180-dən 70-i çıxarıq. Qalar 110. Okey. Yəni 2 dənə alfanın payına 110. 2 alfanın, okey, tamam. Onda alfa buradan 55 dərəcə oldu. Tam aydın oldu. Hə, başa düşdüm. Çox sağ ol. Əla, super. Davam edək. 36-nı yazanlar var. Ay maşallah. 36-nı indi bizə izah eləyəcək Murad bəy. Mənə səsim gəlir. Gəlir, amma Murad elə bil ki, zəif səs gəlir də. Necə deyim sənə? Mən biraz da xod verirəm səsə. Məndə maksimumda 100-də xod. İndi normaldır. Aha.
Bəli, Burada bəli, da eyni normal. qaydada şeydə 35-də kimi tapacaq da. Hə? Bəli, bəli. Orada da elə bir çıxacaq. Bundan gələcək. Yox, 120 bölünsün 2 olacaq da. 120 bölünsün 2 Aha. də Aha. 60 dərəcə. Deməli, Müəllim, bir 120 dənə sual hardan versəm oldu? olar. 180-də axı cəmi, 120 olmur Murad. Hə, buyur. Orada alfa niyə toplayırsınız müəllim? Plus 70 yazırsınız. Çünki mən üçbucaqla həll edirəm əzizim. Siz onu qövslə həll edirsiniz. Yəni demirəm ha sizin yolunuz səhvdir. İndi hərənin öz yolu var da, aydındır o Orada formada. alfalar eynidir müəllim. Hardan bildik ki, yəni eyni bucaqdır. Harda? Eyni Harda? dərəcədir. Alfa plus 70 yazılsa yuxarıda. 35-də. Hə. Çünki o A ilə OB radiuslardır. Bir-birinə bərabərdir. Bərabər yanlış bucaq. Hə, Oturacağı radiuslar birləşik bucaqlar bərabərdir. bərabər Bildim müəllim. deyil. Düzdür. Mən orada cavab B deyil müəllim. O 50-də 50, hə, düzdür. 50 də. Mən B Bəli, yazmışdım müəllim sizə. Bəli, 36-da B Mən yazanlar qarışdırdım. düzdür. Müəllim indi yazmışdı. Yəqin ki, sən 180-dən 80 çıxıb 120 kimi qiymətləndirmisən. Hə, Oradan nəsə hə, orada Yo, səhv mən oldu. 180-dan 80 çıxıb 100 mənim 100-də 2-yə bölüb 50 yazmışam mən. bir dəqiqə uşaqlar gəlirəm. Olsun. Okey. Deməli, indi davam edirik 38 nömrəli sualla. Deyir ki, mərkəzi O nöqtəsi olan çevrədə bucaq ABO 70 dərəcə olarsa, AOB bucağını tapın. Biraz yanıltmaz kimi səsləndi. ABO Mən deyim. əvvəlcə siz bucağı göstərməlisiniz. İcazə verin bir dənə sualı oxuyum və istiqamət verin tələbələrə. 70 Olsun müəllim. dərəcədir. ABO 70 dərəcədir. Sizdən istəyir O bucağını, yəni yuxarıdakı bax bunu istəyir sizdən. Bu bucağı istəyir bizdən. Cavabları WhatsApp-dan göndərir. Artıq Nəsimi göndərdi cavabı. Aha. Mən də göndərirəm. Müəllim mən görmürəm axı sualı müəllim. 38 nömrəli sualdır da. Daxil Bildim olsunlar, müəllim. ekran toxunu Aha gözləyir. deyəm müəllim. Aha deyəm müəllim bir dəqiqə. 110. Dəqiqə müəllim. Və biz dedik ki, OBA üçbucağa bərabər yanlıdır. Onun Deyəm müəllim 70 70 140 o da eləyir. Fərid, ay Fərid hesablayanda mikrofonu bağlayın, digərlərinə mane olursunuz. Bilirəm, siz fərdi qoşulmusunuz deyə öyrəşmisiniz fərdi dərsi. Amma bu fərdi deyil, qrup dərsi olduğuna görə mikrofonlar Olsun müəllim, mütləq olsun üzülük müəllim. Deməli, OB ilə OA radiuslardır, üzrə düşməyin olsun. Deməli, bura birləşik bucaqlar bərabər olmalıdır. Onu nəzərə alın. Yəni, B 70-dirsə, A da 70 olmalıdır. Üç bucaqla daxili bucaqlar cəmi 180-dir. Sonda O-nun payına nə qədər qalacaq? Göndərin indi. Leyla göndərdi, düzdür. Elmir göndərib, Nəsimi düzdür. Mənim birinci göndərdiyim düzdür, yoxsa ikinci? Murad düzdür. Mən düz göndərmişəm. Leyla, Müəllim rəqəm attım müəllim. Cavab attım sizə. düzdür, 40 dərəcədir. Düzdür. Gəldi 39 nömrəli suala. 39-u hansı bucaq istəyir? AOC-ni. Hə, izah eləmişdim bunu. İndi görün bunu kimlər düzgün yazıb göndərəcək. WhatsApp-a göndərin. Mikrofonlar sualınız olduğu təqdirdə açın. Hesablama işlərində mikrofonlar bağlı olsun ki, yoldaşlarınızla mane olmuyor. Deyir ki, mərkəzi O nöqtəsi olan çevrədə ABO 30 dərəcədir. ABO 30 dərəcədir. OBS də, yəni SBO və yaxud da 40 dərəcə olarsa, AOC-ni tapın. Müxtəlif cavablar gəlir. Mən göndərdim. Habib, correct variant. Yes, perfect. Mən 69 bir dəqiqə müəllim, bir dəqiqə. Thank you. Leyla göndərib. Okay, baxaq. Yox, Leyla yox. Elmir yox. Sonra deməli, Bir dəqiqə müəllim. Nəsimi yox. Ay müəllim, orada cavab B idi. Çaşdım müəllim. A yazdım.
Variantı demirik. Göndəririk. Yadımdan çıxdı, üzr istəyirəm. Məlumat 30-dur. Uşaqlar variantı demirik. WhatsApp-a göndəririk. Please. Tamam, bir ingilisçe danış, bir Azerbaycanca müəllim. Tələbələrdən biri ingilis dilindədir ona görə. Alright, olsun mən. Okay. Nəsimi düzdür. Elmir düzdür. Murad sən də öz fikrini göndər. Yəni nə varsa göndər. Leyla qalıb bir dənə. Leyla mən Leylaya sual verirəm. Leyla mənə göndərir sual işarəsi qoyur qabağına. Müəllim birinci səhvdə atmışdım ona görə. Təsdiq elə cavabını. Orada da yazıb qoyarsan imtahanda belə açıq sual kimi sual işarəsi. Özünüz indi daha tapın. Düz yazmışım yoxsa səhv yazmışam? Tamam, imtahanı vaxtları çıxın müəllim. Çıxıb. Deyirlər çıxıb müəllim. Çıxsaydı bilərdi yaxı çıxmayıb axı. Fevralın 22-si müəllim. Baxaram indi sayta. O olacaq məməli, o fevralın 22-si çıxacaq müəllim, baxarsın. Tamam. Olsun da mənə heç bir fərqi yoxdur. Bir həftə oyuna, bir həftə bu yana. Leyla tələbəm 30, Murad 70. İndi baxın bura. Nəsimi izah elə görüm öz fikrini 39-da. Müəllim, deməli, ora 30-dur, ora 40-dır, A, B, C. Onda Mən yəqin bildim ki, mən bunu. yəqin ki, izah eləyim müəllim. İzah elə elə. Belə. A, B, C 30 müəllim orada verib toplayır ona 70 eləyir. AC onda olar 140. O da mərkəzə çəkilmiş bıçaq deyə bərabər olacaq, eləyəcək 140. Bəli, baxın uşaqlar, B bucağının bir ayağı A-nın üzərindədir, bir ayağı C-nin üzərindədir. Hə, Murad bayaqki sualdan da. Bax, indi bu daxilə çəkilmiş bucaq oldu 70 dərəcə, düzdür? Bizdən bu bucağı istəyir. Baxın uşaqlar, buradakı alfa bucağını istəyir. Bunun da bir ayağı A-nın üzərində, bir ayağı C-nin üzərindədir. Yəni mərkəzi bucaqdır. Eyni qövsə söykəniblər. Daxilə çəkilmiş bucağın 2 qatıdır. Gördünüz? Bu qövs AC. Və yaxud da daxilə çəkilmiş bucaq AC-nin yarısına bərabərdir. Həqiqətən də AC-nin yarısıdır da. 140-ın yarısı 70 eləyir. Onda mərkəzi bucaqda elə bir ki, AC-nin dərəcə ölçüsündən ölçülür də, eynidirlər. Yəni bu 140-dırsa, mərkəzi bucaq deyir ki, mən də 140-am. Yox, qurtardı, getdi. B variantı. Kimə saydın olmasa məqam qaldı? Murad, Leyla. Xeyr müəllim, mən bunu bilirdim. Sadəcə gecikdim müəllim yazanlara. Müəllim mən atdım da bucağı. Prosta siz dediniz ki, sual işarəsi qoymusan. Hə, səni çaşdırdım mən. Günah məndədir. 40 da eynidir da, orada 80 olacaq orada. Murad Pramoy variantı deyirsən. BOC-ni istəyir. BOC 15, 25. Toplamda neçə eləyir? 40 eləyir. Yox. Əlbəttə hamı tapır. Sualı opşu qoymuşam. Hamı tapır, cavabı göndərir mənə. Neçəni müəllim? 40. 40. 40 demədi cavabın. Murad düzdür. Murad dedi də mənim cavabım 40-ın. Həbi düzdür. Bilirəm, bilirəm. Elmir Mən düzəltmişəm. Səhv yazanlar var. Ona görə dedim, baxırıq uşaqlar. 60-am mən. Murad düzdür. Düzdür, hamı da düzdür. Yes, davam edək. Hə, gəldik qəşəng suala. 41. Deyin də cavab verin. Neçə dəqiqəmiz qalıb bizim? 1 dəqiqəmiz qalıb. Kimsə link ata bilir? Biz onun Mən sinifinə ata gəlib bilirəm. tutulaq. Hə, kim ata bilirsə qrupa atsın, onun sinifinə gəlib daxil olaq həmin sinifə. Müəllim, mən tapdım. WhatsApp-a. Atdım müəllim. BD 120 dərəcə olarsa A, B, C tapam. Nə tez tapdın? Düzdür müəllim. Deyəcəm indi. Mən gecə beynim yaxşı Mən işləyir hələ ona görə. baxıram.
41. Heç nə alınmır. Şəkilə baxdınız, anlamadım. Qövslərlə işləyin, tapacaqsınız. Ya mənim cavabı deyin də müəllim. Gördüm Ee, Fərd, gördüm. Sonda deyəcəm də düz yox, səhv darıxma. Müəllimə də göndərdim. Ya hə deyin ya yox da mənim birini deyin. Müstəqil tapanlar daha çoxdur. 240 tapırsınız. 240, o da 100.